Gördüğünüz Ariston Hotpoint markalı paltaryan müştərinin şikayəti olur ki, paltaryan yuyanda yox, sıxanda səs eləyir. Bunun barabanı sökdük, gətirdik bura. Baraban dağılıb, yığılacaq. Baxın, səsə baxın, bir dənə diqqətlə baxın səsə. Paçenniki dağılıb, yığılacaq. Bu paltaryanlarda fərqli cəhət nədir? Fərqli cəhət odur ki, Ariston Hotpoint markalı paltaryanlar, baxın, bunun kimi şuruplu bak deyil. Baxın, burada şurup yoxdur. Bu kəsilib yığılan baklar olur. Bunu da çox adam şurupla, kleylə eləyirlər. Amma yeganə servis bizdədir ki, bu şurupla, kleylə olmur. Öz aparatı ilə tikilir, öz materialı ilə tikilir. Kimin belə bir problemi varsa müraciət eləyə bilər, həll eləyib verə bilərik. Bu da Samsungunkudur, bu da müştərinin səs var, baxın. Kim istəsə nömrə səhifədə var. 15 il təcrübəyə əsasən Liboy paltaryan hər bir model düzəlir.